Dostlar, bugün sizə çox lazımlı məqam olan, sizə çox vacib olan və sintaktik təhlildə sizin çox işinizə yaraya biləcək bir mövzu haqqında qeyd yazıram. Mən belə bir cümlə yazacağam 2 dənə. Deyirəm ki, mənim kitablarım, dəftərlərim sənin çantanda qalıb. Belə bir cümlə yazıram. Deyirəm ki, kitabların dəftərlərin üzləri sənin çantanda qalıb. Dostlar, gördüğünüz kimi 2 dənə cümlə yazdım. Baxın, bu cümlələrdə nəyə diqqət etməliyik? Əziz dostlar, bu cümlələrdə bizim diqqət edəcəyimiz əsas məsələ odur ki, söz birləşmələri fikir versə burada. Mənim kitablarım və dəftərlərim, rəngi dəyişək. Fikir versə, bu niyə belə yuxarı gedir ki? Mənim çantalarım, kitablarım və dəftərlərim söz birləşməsidir. Kitabların, dəftərlərin və üzləri də söz birləşməsidir. Bəs bunların fərqi nədir uşaqlar? Bunların fərqi cümlədə, uşaqlar, baxın, cümlə üzvlərini soruşanda, sintaktik əlaqələr cümlə üzvləri arasında, baxın, cümlə üzvləri arasında sintaktik əlaqəni soruşanda bu bizə lazım olacaq. Necə lazım olacaq? Baxın uşaqlar, mən bu cümlənin sintaktik təhliliyyəsi olsam, deyək ki, bunu sintaktik təhlil edirəm. Mənim kitabım, dəftərlərim sənin çantanda qalıb. Mənim kitablarım mübtəda, dəftərlərim mübtəda, sənin çantanda qalıb xəbər. Fikir versə, burada neçə dənə cümlə üzvü var? 2 dənə. Amma fikir verin, ikinci cümlə, bu birinci cümlə olsun. Bu da ikinci cümlə. İkinci cümləyə fikir verin. Kitabların, dəftərlərin üzləri sənin çantanda qalıb. Bu bütövlükdə hamısı mübtəda. Sənin çantanda qalıb. Sənin çantanda tamamlıq. Qalıb da xəbər. Fikir verdiksə, birinci cümlədə neçə dənə cümlə üzvü var? 3 dənə cümlə üzvü var. 2 mübtəda, bir dənə xəbər. Daha doğrusu 2 mübtəda, bir xəbər, bir dənə də tamamlıq. 4 cümlə üzvü var. 4 cümlə üzvü var. İkinci cümlədə isə 3 cümlə üzvü var. Yəni 3 cümlə üzvü var. Bir dənə mübtəda, bir dənə tamamlıq, bir dənə də xəbər. İndi əziz dostlar, bəs bu necə baş verdi? İndi bunun baş verməsinin səbəbini siz izah edirəm. Deməli, əzizlərim, söz birləşmələrinin ikinci, yəni aslı tərəfində gələn sözlər sadalama intonasiyasına işlənirsə, həmin söz birləşmələrinin ikinci tərəfindəki sözlər müstəqil fərqli cümlə, yəni eyni suala cavab versə də həmcins cümlə üzvləri olurlar. Həmcins üzv olur. Yəni burada mənim kitabım bir mübtəda olur, dəftərlərim başqa bir mübtəda olur. Siz mənim kitablarım, dəftərlərimi bir mübtəda kimi götürə bilmirsiniz. Amma söz birləşmələrinin birinci tərəflərində, yəni aslı tərəfində sadalanan sözlər isə, bu sözlər isə birinci əsas tərəfə ikisi də aid olduğuna görə bunlar ayrı-ayrı suala cavab verə bilmirlər. Bunlar elə birinci tərəfdə nə suala cavab verirsə, həmin suala cavab verirlər. Düzdür, birinci cümlədə də həmin suala, eyni suala cavab verirlər. Amma birinci cümlədə ayrı-ayrı cümlə üzvü ola bilirlər. Yəni ayrı-ayrılıqda 2 dənə mübtəda ola bilirlər və yaxud da ayrı-ayrılıqda 2 dənə tamamlıq ola bilirlər.
Amma ikinci cümlədə isə bunlar parçalanıb sintaktik təhlil oluna bilmir. Bir yerdə təhlil olunurlar. Və burada sizdən cümlə üzvlərinin sayını soruşanda, burada sonra nə baş verir? Əgər sizdə cümlə sintaktik təhlil soruşanda, cümlə üzvləri arasında əlaqəni soruşanda, siz burada diqqətli olmalısınız. Sualın şərtinə diqqətli olmaq lazım. Əgər sizdən soruşursa ki, cümlə üzvləri arasında sintaktik əlaqənin sayı nə qədərdir? Deməli, burada uzlaşma əlaqəsi var xəbərlə, uzlaşma əlaqəsi var xəbərlə, söz birləşmələrinin tərəfindən uzlaşma var, idarə var, xəbərlə, yenə burada söz birləşməsi var, uzlaşma və idarə var, sonra da burada idarə ilə xəbər olduğuna görə idarə var. Deməli, burada neçə dənə əlaqə var? 1, 2, 3, 4, 5, 6, 7 dənə sintaktik əlaqə var. Və burada həm də nə var? Həm də həmcinslik var. Həmcinslik olduğuna görə nə var? Tabeçsizlik əlaqəsi də var. Tabeçsizlik əlaqəsi də var. Bu deməkdir ki, burada 8 dənə əlaqə var. Neçə dənə əlaqə var? 8 dənə əlaqə var. Və sizdən soruşa bilər ki, yəni həm tabelik, həm tabeçilik əlaqəsi varmı? Bəli, burada, bu cümlədə həm tabelik əlaqəsi var, həm də tabeçsizlik əlaqəsi var. Nəyin nəticəsində? Söz birləşməsinin ikinci tərəfində gələn sözlərin sadalanması nəticəsində. Amma birinci cümlədə isə, düzdür, birinci cümlədə də tabeçsizlik əlaqəsi var. Sadalanma var. Bəli, birinci cümlədə də tabeçsizlik əlaqəsi var. Amma birinci cümlədə tabeçsizlik əlaqəsi həmciz üzvlər arasında deyil, sözlər arasındadır. Yəni, söz birləşməsinin tərəfləri arasında həmcinslik var. Cümlə üzvləri arasında həmcinslik yoxdur. Buna diqqətli olmaqda fayda var. Bəs burada neçə dənə əlaqə var? Burada bir, deyək ki, idarə, həm uzlaşma, həm idarə, 3, mübtəda ilə xəbər arasında uzlaşma, 4, testlərin üzvləri idarə, uzlaşma 5, 6, həmcinslik 7, kitabların üzvləri 8, üzvləri 9, yəni mənsub 9 da. Burada neçə dənə əslində əlaqə var? Burada 9 dənə əlaqə var. Burada neçə dənə əlaqə var? Burada da burada isə 1, 2, 3. Bir də burada əlavə xəbərlə də əlaqə var. Burada da 9 dənə əlaqə var. Burada da sintaktik əlaqə. Əlaqənin sayı nə oldu? 9 dənə oldu. İkisində də əlaqənin sayı 9 oldu. Amma fərq nədir? Birində tabeçsizlik əlaqəsi sözlər arasında oldu. Birində tabeçsizlik əlaqəsi həmciz üzvlər arasında oldu. Birində uzlaşma əlaqəsi iki dənə mübtəda ilə, həmciz mübtəda ilə xəbər arasında oldu. Amma birində isə uzlaşma əlaqəsi sadəcə bir məqamda mübtəda ilə xəbər arasında oldu. Yerdə qalan hallarda söz birləşmənin tərəfləri arasında uzlaşma oldu. Amma birinci cümlədə isə həm söz birləşmənin tərəfləri arasında əlaqə var, iki dənə söz birləşmənin tərəfləri arasında iki dənə uzlaşma var, həm də ayrı-ayrı iki dənə mübtədanın xəbər arasında nə var? Uzlaşma əlaqəsi var. Yəni buradakı 4 dənə uzlaşma əlaqəsinin ikisi həmciz üzvlərlə xəbər arasındadır, ikisi isə söz birləşmənin tərəfləri arasındadır. İkinci cümlədə isə uzlaşma əlaqəsi bir dənəsi mübtəda ilə xəbər arasındadır, yerdə qalanlar isə söz birləşmələrinin tərəfləri arasındadır. Və burada diqqətli olmaqda fayda var.